Peyğəmbər sallallahu aleyhi ve sellem nədir? Yəssiru və lə tuəssiru, bəşşiru və lə tunəffiru. Sevdirin, nifrət elətdirməyin, asanlaşdırın, çətinləşdirməyin. Biz baxırıq, nə qədər yaxındır deyirik, gəl, qoy gəlsin də. Oruç tuta bilir, qoy gəlsin, tutsun. Yəni, nə ziyanı var ki, onun oruç tutmağının? Ona deməkdənsə ki, məsələn, sənin orucun da batildir, daha da uzaqlaşdırırsan axı onu. Amma heç olmasa orucla yaxınlaşırsa, xüsusən Ramazanda, bu da dəlillərdəndir ki, qardaşlar, şeytanlar bağlanır. Görsən, içən adam bir ay heç eləmir, içmir. Heç gedmir, dostlarının da yanına gedmir. Bu da dəlillərdəndir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Ramazan ayı daxil olanda cənnətin qapıları açılır. Cəhənnəmin qapıları bağlanır. Və üsyankar şeytanları Allah Teala zəncirləyir. Və bu onu göstərir ki, onlar, o vəsvəsə verənlər artıq azalır, olan gücü zəifləyir. Əlhəmdülillah, Ramazan, Allah rəhməti yaxınlaşır, insan gəlir. Elə ondan istifadə elə, öyrət, nəvət elə, başa sal, namazın fəzilətindən danış, orucun fəzilətindən danış, oruç tutanda Allah ona nə verəcək?